Bildiyiniz kimi bugün ümumilikdə İslam dünyasının iki böyük bayramından biri olan Qurban Bayramını qeyd edirik. Bu münasibətlə ilk öncə Allah Taalaya dua edək ki, uca Rəbbimiz bu mübarək bayram gününün xeyrindən, bərəkətindən yararlanmağı cümləmizə nəsib eləsin. Allah Taala neçə belə xeyirli, bərəkətli bayram günlərinə çıxmağı və bu bayramların haqqını verməyi cümləmizə qismət eləsin. Və eyni zamanda da bu bayram mükafatını qazandığımız kimi ahirətdə də cənnət mükafatını bizlərə ikram eyləsin uca Rəbbimiz. Əziz qardaşlar, qurban ibadətinin tarixinə baxdığımız zaman çox qədim zamanlara gedib çıxdığını görürük. Belə ki, ilk qurbanlıq deyəndə yadımıza Həzrəti Adəm aleyhissalam zamanında baş vermiş bir hadisə düşür. Onun övladlarından Habil və Qabil Allah Taala onlardan bir şeyləri qurban etməsini istəyir. Bu zaman qardaşlardan biri heyvandarlıqla məşğul olurdu, bir digəri isə orada təsərrüfat işlərini görürdü. Heyvandarlıqla məşğul olan Habil gedir heyvanları arasından ən ətlisini, ən budlusunu bir qoç götürüb gətirir ki, madəm ki mən bunu Allah yolunda qurban edəcəm, qoy o zaman ən gözəlini, ən yaxşısını seçim, Allaha bunu təqdim edeyim deyir. Amma onun digər qardaşı olan Qabil isə bu şəkildə düşünmür. Təsərrüfatla məşğul olduğu yerdən, yəni əkinçilik tarlasından sadə bir bitkini qopardaraq, deyir, mən də bunu Allah üçün qurban edəcəm deyir. Bu zaman onlar qurbanlıqlarını gətirib qoyurlar yan-yana. İş gəlib çatır bu qurbanın qəbul olunub olunmaması məsələsinə. Deyir, bu vaxtı göydən bir atəş enir və həmin atəş Qabilin o qurbanlıq olaraq gətirdiyi otunu, bitkisini orada yandırır. Bunun onu yandırması nəyə göstərir? Onun qəbul olunmadığını göstərir. Həmin atəş Habilin o qoçunu, o qurbanlıq olaraq gətirdiyi heyvanını isə alıb özü ilə bərabər aparır. Bu da o qurbanın qəbul olduğunu göstərir. Bu zaman Habil öz qardaşı olan Qabilə başa salır ki, bax, görürsən, mən qurbanlıq üçün Allah Taalaya ən gözəl heyvanını seçdim. Ona görə Allah məndən qəbul elədi. Səni isə sıradan bir şeyi, heç özünün belə dəyər vermədiyin bir şeyi gətirdin ki, mən bunu aləmlərin Rəbbinə hədiyyə edəcəm. Yəni, bu nəyə göstərir? Sənin qurbanının qəbul olmamasının əsas səbəbi Allaha lazımınca dəyərləndirməməyin olmuşdu. Yəni, qardaşına bir dərs verir, bunun da biz özümüz də ibrət götürə biləriksə, demək, bizim də əməllərimizin qəbul olmasını istəyiriksə, əməllərimizi ən gözəl tərzdə, ən yaxşı vasitələrlə etməyimiz lazımdır. Amma bu sözlər onun qardaşını qane etmir, beləcə öz doğma qardaşı Habilə qarşı paxıllıq hissi onda oyanmağa başlayır. Bir məsəl var ki, deyirlər, iblisin ocağını onun kibri söndürdü. Həzrət Adəmə qarşı kibirli olması, təkəbbürlü olması, özünü böyük görməsi iblisin ocağını söndürdüsə, Qabilin ocağını da həsədi, paxıllığı söndürdü. Yəni, qardaşına paxıllıq eləməyə başlayır ki, necə olar ki, Allah Taala mənim qurbanımı qəbul eləmədi, səninkini qəbul elədi. Yəni, hər işdə Habilin özündən bir addım qabaqda olması, onun öz doğma qardaşına qarşı paxıllıq etməsinə gətirib çıxardı. Və hətta bu iş o qədər böyüdü ki, öz doğma qardaşını ölümlə təhdid edirdi hətta. Demək ki, baxdığımız zaman Qabil Habili ölümlə təhdid edirdi. Amma Habil isə cavabında ona nə deyirdi? Deyir, əgər sən məni öldürmək üçün əl uzadarsansa, əsla deyir, mən sənə zərər vurmaq üçün bir şey etmərəm. Çünki sən mənim qardaşımsan. Görün, həsəd, paxıllıq o qədər pis bir şeydir ki, hətta insanı öz qardaşının belə qatili olmağa sövq edəcək qədər ağır bir məsələdir. Deyir, günlərin birində Qabil baxır ki, qardaşı Habil yatılmış vəziyyətdə olarkən daşı götürərək daşla onu vurur və öz doğma qardaşını orada paxıllıqdan öldürmüş olur. Yəni, beləcə nə olmuş olur? Beləcə yer üzünün ilk cinayəti işlənmiş olur. Yer üzünün ilk qatili və yer üzünün ilk şəhidi olmuş olur. Yəni, Qabil yer üzünün ilk qatili idi. Habil isə Allah rızası üçün orada qardaşını bir şeylərə başa salmağa çalışdığına görə Allah Taala ona bir şəhidlik statusunu da orada vermiş oldu. Və nəticədə, aleykümselam, baxdığımız zaman onu görürük ki, dinimizə görə belə bir məsələ var ki, kim deyir, yaxşı bir cığır açarsa, onun cığırı ilə getdiyi yolda insanların savablarından həmin insanın da əməl dəftərini yazırlar.
Yox, əgər kim pis bir cığır açmış olarsa, onun etdiyi pisliklərin davamını gətirən insanların günahlarından bir payda o pisliyin əsasını qoyan insana yazırlar. Ona görə də ölümü ilk dəfə kim etdiyi, burada Qabil etdiyinə görə günümüzdə belə ölüm hadisəsi baş verdiyi zaman bir insan başqasını öldürdüyündə onun günahından bir payda kimə yazılmış olur? Qabilin əməl dəftərinə yazılmış olur. Ona görə kim pis bir cığır açarsa, onun cığırı ilə gedənlərin də günahları həmin adama yazılar. Və əziz qardaşlar, Qabil baxır ki, qardaşı Habilin artıq cənazəsi çürüməyə başlayır. Bu zaman onu bir qarğa görür, yeri eşir. Qarğanın yeri eşməsi səbəbilə anlayır ki, mən bunu torpağın içərisində dəfn eləsəm, beləcə onun torpaq üstünü örtər və beləcə qoxusu ətrafa yayılmaz. Və beləcə ilk dəfn işi də orada baş verir, əziz qardaşlar. Yəni, İbrahim aleyhissalam nədir? Qurban bayramı Həzrət Adəm aleyhissalamın dövründə başladı. İbrahim Peyğəmbər zamanında ən zirvə nöqtəsinə çatdı, günümüzə qədər gəlib davam elədi. İbrahim Peyğəmbər aleyhissalamın həyatına baxdığımız zaman o 5 böyük ulul azm peyğəmbərlərindən biri olduğunu görürük. Belə ki, Həzrəti Nuh aleyhissalam, Həzrət İbrahim aleyhissalam, Həzrət Musa, Həzrət İsa və Həzrət Muhammed sallallahu aleyhi ve sellem bunların 124 min peyğəmbər içərisində özünə məxsus yerləri vardır və bu böyüklüklərinə görə də onlar ulul azm peyğəmbərləri adlandırmışdılar. Və baxdığımız zaman, əziz qardaşlar, Quran-ı Kərimdə İbrahim adında bir sura olduğunu görürük. Yəni Allah Teala gör İbrahim əleyhissalamı nə qədər çox sevibsə, onun adına bir sura orada qeyd etmişdi. Məsələn, bir Quran-ı Kərim ayəsini keçir ki, Bismillahirrahmanirrahim. Qad kənət ləkum usvətun həsənətun fi İbrahim. Yəni nə deməkdir? İbrahimin həyatında da sizlər üçün neçə örnəklər vardır. Ona görə bizim də bu ayət kəlmədən çıxış edərək bir müsəlman kimi borcumuz odur ki, İbrahim aleyhissalamın həyatını öyrənək və bunun nəticəsində də o həyatı öz üzərimizdə tətbiq etməyə çalışaq. Və İbrahim aleyhissalamın baxdığımız zaman həyatına ilk təbliğ dövrlərində ona yalnız bir həyat yoldaşı iman gətirir. Bir də onun bir qohumu var idi, Lut aleyhissalam. Lut aleyhissalam İbrahim aleyhissalamın qohumu idi. Bir də yalnız o Həzrət İbrahimə iman gətirir. İbrahim aleyhissalamın atasını biz bilirik ki, büt düzəldib satmaqla məşğul olan bir kimsə idi və düzəltdiyi bütlərə görə də cəmiyyət içərisində bir şöhrət tapmışdı. Yəni, ən məşhur büt ustalarından biri kimi tanınırdı. O, İbrahim aleyhissalama kiçik yaşda olarkən bütlərini satmaq üçün verərdi ki, apar bunu bazarda sat. Yəni, o vaxt büt alveri var idi. İbrahim aleyhissalam nə edirdi? Hələ kiçik yaşda olmasına baxmayaraq, o bütlərin özlərinə bir fayda verməyəcəyini anlamışdı. Allah ona elə bir bəslət vermişdi ki, yaşının az olmağına baxmayaraq, nəyin haqq, nəyin yanlış olduğunu yavaş-yavaş idrak eləməyə başlamışdı. Bu mərhələdə də o bütləri satmağa apararkən, deyir, yolda bütləri sürütləyə-sürütləyə aparırdı və bazara çatdığı zamanda insanlara belə bir səsləniş eləyirdi ki, ey bazar əhli, ey cəmaat, insanlara nə bir faydası, nə də bir zərəri toxuna bilməyəcək qədər aciz olan bu bütləri kim məndən gəlib alar deyə insanlara səsləniş edirdi. Yəni, bir növ ibrət dərsi verirdi ki, ay cəmaat, baxın, bu bütlərin sizə nə bir faydası toxunmaz, nə də bir zərər verməyə qadir deyillərdi. Və həmin bütpərəstlər, həmin müşriklər İbrahim aleyhissalamın bu sözlərinə çox qəzəblənirdilər və heç kim deyir ondan büt almazmış. Bir müddət belə davam etdikdən sonra artıq o da nə edir? Artıq büt alverini tərk eləmiş olur orada. Baxdığımız zaman bu insanların qəzəbinə səbəb olurdu. Bir digər məsələ isə o hələ kiçik yaşlarında olarkən Allahı axtarmağa çalışırdı. Belə ki, təbii ki, bütpərəst bir cəmiyyətdir, insanlar büt düzəldib, ona sitayiş edirlər, aleykümsalam. O nə edir? O baxır ki, görürsən, həqiqətən də bu kainatın yaradıcısı kimdir? Mən kimə ibadət eləməliyəm? Yəni, bu qədər mükəmməl bir nizam boşu-boşuna ola bilməz deyərək Allahı axtarmağa başlayır. Deyir, görürsən, bizim Rəbbimiz günəşdirmi? Yəni, günəşin parlaq olduğunu görür. Düşünür ki, bir dünyada yaradıcı olsa, bir ilah olsa o günəş olar deyə düşünür. Amma baxır ki, axşam olanda günəş də batır gedir. Sonrasında qərar verir ki, axı yaradıcı olan, idarə edici olan bir varlıq bata bilməz. O həmişə var olan bir şey olmalıdır. Nəsə gecə olur, günəş batır, günəşi ilahlıqlardan silir. Daha sonra aya baxır ki, ay da çox gözəl bir şəkildə parıldayır. Və aleykümsalam.
Daha sonra görür ki, səhər açılanda ay da yoxa çıxır və beləcə öz beynində idrak edir ki, demək həqiqətən bizim yaradıcımız elə bir varlıqdır ki, onu bizim görməyimiz bəlkə də dünyada mümkün deyil. Amma o elə varlıq olmalı ki, əzəli və əbədi olmalıdır, sonsuz qüdrət sahibi olmalıdır. Yəni bu şəkildə Allahın xüsusiyyətlərini heç bir vəhiy gəlmədən öz uşaq ağlı ilə orada idrak edib, dərk eləyir. Yəni dolayısıyla baxdığımız zaman İbrahim əleyhissalam vəhiy işığı olmadan sırf öz axlı ilə, öz idrakı ilə Allahın varlığını tapan bir peyğəmbər kimi tarixə keçmişdi. Və orada Nəmrud deyə bir hökmdar da var idi eyni zamanda. Nəmrud o dövrün düzəninə görə özünü ilah eləmiş, elan eləmiş bir kimsə idi. Və onun həyatına baxdığımız zaman İbrahim əleyhissalamın ona gözəl bir ibrət dərsi vardı. Belə ki, deyir, günlərin birində İbrahim əleyhissalam baxır ki, bütlər həqiqətən sayı çoxalıbdır, qərarı alır ki, o bütləri gedib hamısını qırsın və beləcə cəmiyyəti də bu şirkdən qurtarmış olsun. Və bütlərin toplandığı bir bölgəyə girir, əlinə bir balta alaraq başlayıb bir-bir bütləri orada qırmağa, sındırmağa. Bütlərin tamamını sındırdıqdan sonra bir dənə böyük büt olur, onu salamat buraxır, ayaq üstə qoyur və baltanı da həmin bütün əlinə verir. Və cəmaət gəlib baxırlar ki, müşriklər, ay qardaş, bu bütlərin hamısını sındırıblar, təkcə bir dənə büt sağlam qalıbdır. O zaman deyirlər ki, bu işi kim edər? Hamı fikirləşir ki, yəqin bunu etsə 100% İbrahimin işidir bu deyir. Gəl çağıraq İbrahimi soruşaq görək, bunu o edibdir. Nəsə İbrahim əleyhissalamı çağırırlar bütlərin yanına. İbrahim əleyhissalam nə edir? Qayıdır ki, görmürsünüz büt kimin əlindədir, balta kimin əlindədir. Balta mənim əlimdə deyil axı, baxırsınız ki, o böyük bütün əlindədir. Yəqin ki, deyir, digər bütləri o öldürübdür, deyir. Bu zaman cəmaət qayıdır ki, ay İbrahim, sən görmürsənmi ki, o bir heykəldir, o necə başqa bütləri qıra bilər axı? Yəni, əslində burada İbrahim əleyhissalam onlara dərs vermiş olur ki, onlar öz dilləri ilə idrak edirlər ki, yəni o heykəlin nə birinə zərər vermək, nə də birinə xeyir vermək gücü yoxdur bu şəkildə. Yəni, bax, ay sağ ol, ay cəmaət, bax, görürsünüz, siz özünüz belə bunu qəbul etdiniz ki, o bütün heç bir gücü və qüvvəsi yoxdur. Və buna insanlar qəzəblənirlər, onu aparırlar Nəmrudun huzuruna, deyirlər, bax, ay Nəmrud, sən böyük ilahsan, sən böyük bir hökmdarsan, gör sənin bütlərinə, burada bizim digər ilahlarımıza bu nə qədər böyük hörmətsizlik edibdir. Nəmrud deyir ki, ey İbrahim, sən baxdığımız zaman sən deyirsən ki, mənim bir ilahım vardır, mənim ilahım öldürəndir, dirildəndir. Mən də deyir, öldürüb dirildə bilirəm də. Bu zaman gedir 2 nəfər əsgərlərinə əmr eləyir, 2 nəfəri gətişdirirlər. Nəmrud əmr eləyir, birinin başını kəsirlər, digərini isə sağ buraxırlar. Deyir, bax İbrahim, görürsənmi? Mən də birini istədiyimi sağ buraxdım, istədiyimi orada öldürmüş oldum. O zaman İbrahim əleyhissalam ona gözəl bir cavab verir. Deyir, ey Nəmrud, bax sən istədiyini öldürüb, istədiyini dirildə bilirsən. Yəni sən özünü mənim Rəbbimlə müqayisə edirsənsə, mənim Rəbbim günəşi şərqdən çıxardıb qərbdən batırır. Sən də əgər qüdrət sahibisənsə, mənim Allahıma müxalifət elə, sən günəşi qərbdən çıxar, şərqdən batır deyir. Buna gücün çatarmı? Yəni, əslində Nəmrudun orada nə qədər aciz olduğunu ona göstərmiş olur. Buna görə də Nəmrud nəyə qərar verir? Nəmrud İbrahim əleyhissalamı orada öldürməyə qərarlaşdırır və cəmaata əmr eləyir ki, gedin böyük bir tonqal qalayın və bu tonqala İbrahimi ataq orada yandıraq ki, insanlara da ibrət dərsi olsun, görsünlər krala qarşı gəlmək, hökmdara qarşı gəlmək, bizim qurduğumuz nizama qarşı çıxmağın nə qədər böyük bir cəzası vardır. Deyir, hamı gedir, odun toplayırlar. O qədər böyük bir tonqal qalanır ki, hətta o tonqalın üstündən bir quş keçsə belə, quşu da yandırada səviyyədə hündürlükdə olur o tonqal. Deyir, orada bir kör insan olur. O kör nə edir? Kör düşünür ki, kaş deyir, mənim də gözlərim görərdi. Mən də gedib deyir, İbrahimə tonqala atmaq üçün qalanan ocağa odun daşıya bilərdim deyir. Yəni, görün, əziz qardaşlar, əslində Allah o şəkildə insanların cəzasını həm bu dünyada, həm də axirətdə bəzi şəkillərdə vermiş olur. Və sonrasında İbrahim əleyhissalam baxırlar ki, atəş o qədər gür olur ki, İbrahimə atəşə atmaq mümkün deyil. Axı, atəşə yaxınlaşmaq olmur, onun istisi insanları yandırırdı. Və nəticədə bir mancanaq düzəldirlər. Həmin mancanaq vasitəsilə İbrahimi ora atmaq istəyirlər. Bu zaman Cəbrail əleyhissalam gəlir, deyir ki, ey İbrahim, bax görürsən, səni oda atacaqlar, səni yandıracaqlar. Mən sənə kömək etməyimi istəyirsənmi? Yəni, istəyirsən mən səni onların əzabından qurtarım. İbrahim əleyhissalamın orada çox gözəl bir cavabı olur. Deyir ki, bax, ey Cəbrail əleyhissalam,
Allah məni görür, Allah hər şeyi bilir və hər şeyə qadirdir. Əgər uca Rəbbimiz istəyərsə, məni onların əzabından qurtarmağa qadirdir. Yəni, yaxşı olar ki, sən dostla dostun arasına girməyəsən. Yəni, bu zaman o, Allaha təvəkkülünü orada, təvəkkülün ən böyük nümunəsini göstərmiş olur. Və bu zaman nə edir? Allah Teala həmin atəşi onun üçün güllük gülüstana çevrilir. Bu haqda Quran-ı Kərimdə də Uca Rəbbimiz bizlərə qeyd edir. İbrahim atəşi atılan zaman baxırlar ki, İbrahim odda yanmır. İnsanlar çox təəccüblənirlər, bütpərəstlər çox təəccüblənirlər, amma yenə də ona iman gətirmirlər. Yəni, bəzən insan o qədər nankör ola bilir ki, apaçıq bir möcüzə gözünün qarşısında ola-ola, o nə edir? O, Allaha iman gətirmək istəmir. Məsələn, günümüzdə də elə insanlar var ki, deyirlər, biz hətta Allahı görsək belə deyir, biz ona iman gətirməliyik. Yəni, insan bu qədər səviyyə baxımından aşağı düşə biləcək bir varlıqdır, əziz qardaşlar. Və İbrahim Aleyhisselamın həyatına baxdığımız zaman, onun oğlu İsmail ilə olan qurban münasibətini və onun Kəbənin ətrafına qoyulması məsələsini də qarşımıza çıxır. Deyil, bir dəfəsində Allah Teala'dan vəhiy gəlir ki, ey İbrahim, sən həyat yoldaşın Həcəri və oğlun İsmailı aparıb o vaxt Kəbənin yerləşdiyi bölgəyə atmalısan, səhraya geri qayıdıb gəlməlisən. O zaman İbrahim Aleyhisselam 90 yaşına kimi gəlmiş uşağı olmamışdı. 90 yaşında İsmail adında bir övladı olmuş kimsə kimi. Yəni, oğlu təzə dünyaya gəlmiş, amma Allahdan belə bir vəhiy gəlmişdi. Yəni, Allah onu sınamaq üçün orada o şəkildə onu əmr etmişdi. Deyir, İbrahim Aleyhisselam nə qədər baxmayaraq çətin olsa da, öz yoldaşını və uşağını aparır, o kimsəsiz. Təbii ki, o dövrdə səhra olduğuna görə hələ o bölgədə, yəni Kəbənin yerləşdiyi bölgədə heç bir insan yaşamırdı. O kimsəsiz yerə övladını və yoldaşını tərk edərək geri qayıdır və geri qayıdarkən Allaha dua edir ki, ya Rəbbi, mən sənin əmrinlə övladımı, yoldaşımı oraya atıb qayıtdım, sən də onları ruziləndir deyərək Allaha bu şəkildə dua edir və onların ərzağı qurtardığı vaxt Hacər anamız Səfa və Mərvə təpələr arasında qaçaraq su axtarmağa başlayır. Yəni, əziz qardaşlar, normalda səhrada ən gec tapılan şey nədir? Sudur. Yəni, bəzi insanlar nə edərdi? Bəlkə də ümidlərini üzərdilər ki, mən səhradan axı hardan su tapa bilərəm ki? Amma Hacər anamız nə edir? Allahdan ümidini kəsmir. Yəni, Allaha güvənməyin ən böyük nümunəsini bizə göstərir. O tərəf, bu tərəfə qaçaraq orada bugünkü həcc ibadətində yerinə yetirilən o səy ibadətini gerçəkləşdirmiş olur. Və nəticədə, əziz qardaşlar, Allah Teala orada İsmail Aleyhisselamın düz ayağının dibindən zəmzəm suyunu çıxardır. Bugün bizim zəmzəm adı ilə tanıdığımız su, əslində o vaxtları Hacər anamızın su axtararkən orada İsmail Aleyhisselamın düz ayaq altından qaynamaqda olan sudur. Və beləcə Allah onları o su ilə mükafatlandırır və burada su çıxması səbəbilə digər qəbilələr də orada məskunlaşmağa başlayırlar və beləcə Hacər anamız və İsmail Aleyhisselam getdikləri bölgəyə bir bərəkət gətirmiş oldu eyni zamanda. Sonrasında Allah Teala'dan əmr gəlir ki, bəs ey İbrahim, sənin artıq nə lazımdır? O bölgələrə gedib oğlunu qurban etməyin lazımdır. Gör, bir atanın təbii ki, öz övladını qurban etməsi deyəndə nə qədər çətin bir məsələ olduğu qarşımıza çıxır. İbrahim Aleyhisselam İsmail Aleyhisselama bu sözü deyəndə İsmail Aleyhisselam ən böyük təslimiyyət nümunəsini göstərir, deyir, atacan, sən qorxma, bu əmr Allahdan gəlibdirsə, demək ki, Allahın bir bildiyi məsələ vardır. Sən çox böyük təslimiyyət içərisində bu işi gerçəkləşdirə bilərsən. Yəni, kiçik yaşda bir uşağın atasının bu sözünə qarşılıq belə bir cavab verməsi, yəni onun nə qədər böyük iman sahibi olduğunu eyni zamanda göstərmiş olur. Deyir, İbrahim Aleyhisselam İsmail Aleyhisselam qurban etmək üçün bıçağını hazırladığı bir vaxtda baxır ki, onun bıçağı kəsmir. Daha sonra o bıçağı bir əzi itləyir, onu bir qaya parçasına vuranda qaya parça-parça olur. Amma yenə də baxır ki, o nə edir? Kəsmir o bıçaq. Və sonda Cəbrail Aleyhisselam gəlir, bir qurban gətirir onun üçün. Yəni, o qurban da deyir, o vaxtı Habilin etdiyi qurban olur ki, o atəş ki, onu özü ilə bərabər aparmışdı. Cəbrail Aleyhisselam həmin qoçu qurbanlıq olaraq gətirir və beləcə İbrahim Aleyhisselam çox böyük bir sevinç içərisində öz övladını deyirlər, qoçu orada qurban kəsmiş olur. Və əziz qardaşlar, əslində burada baxdığımız zaman bu hadisə ilə Allah Teala bizlərə çox böyük mesajlar vermiş olur. Birinci mesaj nədən ibarətdir? Deyir, o dövrdə heyvanları deyil də insanları qurban kimi kəsirlərmiş. Yəni, bütlərin qabağını insan aparırdılar, insanları qurban kimi kəsirdilər. Yəni, Allah Teala bu hadisəni gerçəkləşdirməklə insanları deyil də heyvanları qurban edin deyə insanlara bir mesaj vermiş olur eyni zamanda.
Və bir digər mesaj isə nədir? Allah Teala səbr edənlərə həmişə mükafatlandırar. Məsələn, İbrahim əleyhissalam səbr edərək oğlu İsmaili qurban etmə dərəcəsinə qədər gəlmişdi. Beləcə Allah Teala onu mükafatlandırdı, oğlunu özünə bağışladı və İshaq əleyhissalamı da ona ikinci bir övlad olaraq orada bəxş elədi. Və bir digər məsələ də Allah Teala yəni bizdən bir şey istəyirsə, Allah Teala almaq üçün istəmir, vermək üçün istəyir. Yəni biz kiçik bir şeyi Allah üçün versək, sabah Allah Teala o kiçik şeyin qarşılığını bizə 10 qatı ilə, 20 qatı ilə verəcək. Necə ki, İbrahim əleyhissalam İsmail əleyhissalamı verməyə çalışdı. Allah da o İsmail əleyhissalam bir peyğəmbər olaraq özünə geri qaytardı, əziz qardaşlar. Və baxdığımız zaman həqiqətən də İbrahim adının mənası nədir? İbrahim adının mənası şəfqətli deməkdir. Yəni görün, öz oğlunu qurban etməyə çalışan bir kimsə necə şəfqətli ola bilər deyə düşünə bilərik. Amma sırf orada Allaha təslimiyyət göstərdiyinə görə Allah Teala onun şəfqətli ata kimi günümüzə qədər adlandırılmasını təmin etmişdi eyni zamanda. Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Buyurur ki, mən deyir, Qurban bayramı günlərində böyük canfəşanlıqla deyir, evindən çıxarmış, yolda kimi görərsə, hamısına salam verərdi, onların bayramını mübarəkdir deyə təbrik edərdi və soruşardılar ki, ya Rasulullah, sənin bu günlərdə bu qədər sevincli olmağının səbəbi nədir deyə soruşanda, o da qayıdardı ki, niyə sevinməyəm ki, axı bu günlər mənim babam olan İbrahimin sünnəsinin, yəni qurban ibadətini yerinə yetirdiyi günlərdir, ona görə sevinirəm deyərdi. Və bir günlərin deyir, bayram namazına gələrkən yolda baxır ki, İnsanlar artıq namazı qılmamış, sahabələr qurban kəsməyə başlayıblar. Məsələn, bayram namazını gəlib qıldırır və qayıdır cəmaata deyir ki, ay cəmaat, bayram namazını qılmamış, qurbanlarınızı kəsməyin. Çünki qurbanın hökmü bayram namazından sonra başlamış olur. Sizin deyir, qurbana kimi kəsdiyiniz, bayram namazına kimi kəsdiyiniz qurbanlar, bunlar deyir, sədəqə hökmünə keçir. Vacib olan o qurban hökmünə keçməmişdir, deyir. Və daha sonra o günlərdə təbii kasıblara da dəstək olmaq lazımdır, deyir. Və buna görə də hətta kişilər bir yana qalsın, qadınları belə sədəqə verməyə dəvət edir bayram günlərində. Deyir, qadınlar o qədər çox sədəqə verirlər ki, o günləri Peyğəmbərimizə. Hətta deyir, sədəqələr o qədər yığılır ki, bir topa halına gəlmiş olur orada. Və bir qrup qadınlar öz zinət əşyalarını belə orada kasıblara paylamaq üzrə Peyğəmbər s.ə.və verirlər. Hətta bir qadın olur, deyir, o qədər sevinç içərisində, coşqu ilə o ibadəti yerinə yetirir ki, qulağından sırğasını çıxararkən, sırğa deyir, qulağını deşərək çıxır, qan axır oradan, onun fərqinə varmadan o ibadəti orada yerinə yetirmiş olur. Və Peyğəmbər s.ə.v buyurur ki, deyir, Qurban bayramı günlərində ən sevimli əməl nədir? Qurban kəsməkdir, deyir. Deyir, sizin kəsdiyiniz heyvanlar qiyamət günündə bir şahid olaraq sizə gələcəklər ki, ya Rəbbi, bu bəndən sənin yolunda məni qurban kəsdi, sən bunun günahlarını bağışla deyə orada Allaha bir dua edəcəklər, deyir. Daha sonra o qurbanlar, deyir, tüklərinin sayı qədər, deyir, sizə bir mükafat veriləcəkdir orada. Və sonrasında baxdığımız zaman bu günlərdə nədir? Bu günlər eyni zamanda hacıların həcc ziyarətində olduğu günlərdir. Həqiqətən də Arafa günüdür, bu Qurban bayramı günləridir. Peyğəmbər sallallahu əleyhi və səlləmin çox böyük qiymət verdiyi günlər olmuşdu və həqiqətən ilin ən mübarək, ən bərəkətli günləri də bu günlərə təsadüf etdiyini görürük. Və Allah da dua edək ki, həqiqətən Uca Rəbbimiz həcc ziyarətində olanların da ibadətlərini qəbul eləsin. Allah Teala bu ziyarətdə iştirak edə bilməyənlərə də o Peyğəmbər sallallahu əleyhi və səlləmin yaşadığı bölgələri canlı olaraq öz gözləri ilə görməyi qismət eləsin. Və bu günlər nə günləridir? Bu günlər baxdığımızda təşrik təkbirlərini unutmamağımız lazım. Təşrik təkbirləri çox önəmlidir. Təşrik təkbiri bu şəkildədir ki, Allahu Ekber, Allahu Ekber, La ilahe illallahu və Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Və əziz qardaşlar, sual oluna bilər ki, bu təşrik təkbirləri niyə məhz bu şəkildə gətirilir? Bunun da özünün bir hikməti vardır. Deyir, İbrahim aleyhissalam oğlu İsmaili qurban kəsərkən bir də baxır ki, Cəbrail əleyhissalam əlində bir qoçla Allahu Ekber deyərək səhmadan yerə enir. O zaman İbrahim aleyhissalam çox bir sevincli halda La ilahe illallah və Allahu Ekber deyir orada. Və İsmail aleyhissalam da artıq özünün qurtulduğunu, qoyunun qurban olaraq kəsiləcəyini anladığı üçün Allahu Ekber və lillahil hamd ifadəsini orada işlədir. Yəni bizim işlətdiyimiz bu üç kəlmə Cəbrail əleyhissalamın, İbrahim aleyhissalamın və İsmail aleyhissalamın o dövrdə işlətdiyi üç kəlmədir. Yəni biz üç kəlmə işlədərək sanki o hadisəni də axlımızda canlandırmağımız lazımdır.
Və baxdığımız zaman, əziz qardaşlar, bu günlər həqiqətən Allaha yaxınlaşma günləridir. Bu günləri haqqı ilə idrak edən kimsələrin əməllərinə həqiqətən Allah bərəkət verər. Allah Teala onun ömrünü ruziləndirər, ölümünü asanlaşdırar, ruhunu asan təslim eləyər və sonda da qəbir əzabından, cəhənnəm ateşindən də o kimsələri qurtarmış olar Uca Rəbbimiz. Əziz qardaşlar, burada bir digər məsələ ondan ibarətdir ki, bu günlər həqiqətən nə günləridir? Qiyamət öncəsi olduğuna görə həm müjdələrlə dolu günlərdir, həm də çətinliklərlə, müjdələrlə paralel olaraq bizim yanımıza gəlməkdədir. Ona görə Allah Teala'ya dua edək ki, Uca Rəbbimiz baxdığımız zaman ölkəmizə, ümumiyyətlə İslam dünyasına ruzi bərəkət, huzur, barış ihsan eyləsin. Allah Teala biz müsəlmanları gözü götürməyənlərə Uca Rəbbimiz fürsət verməsin.